Hörmətli müəllimlərimiz, hər birinizi salamlayırıq. Bugünkü mövzumuz çərçivə sənədində qeyd edilən özünü təhlil və stresli davamlılıqla bağlı olacaqdır. Təqdimatımız məktəbəqədər təhsil sahəsində təhsil verənlər üçün hazırlanmış geniş və sistemli metodik konseptə əsaslanacaq bir mövzudur. Mövzu əsasən təhsil verənin öz peşəkar fəaliyyətinə yanaşması, fəaliyyətini təhlil etməsi və stresli vəziyyətlərdə özünü idarə etməsi ilə bağlı olacaqdır. Slaydımızın ilk hissəsində gördüyünüz kimi deməli, məktəbəqədər təhsil verənlər üçün geniş və sistemli metodik konsept əks olunubdur. Sağ tərəfdə isə məktəbəqədər təhsil mühitini əks etdirən müəllim və uşaqların birgə fəaliyyəti təsvir olunur. Bu vizual forma mövzunun məhz məktəbəqədər təhsil sahəsində müəllimlərin peşəkar fəaliyyəti kontekstində təqdim edildiyini göstərir. Təqdimatın əsas mövzusu olan özünü təhlil və stressə davamlılıq anlayışları digər slaydlarımızda daha ətraflı şəkildə nəzərdən keçiriləcək. Bu baxımdan biz ikinci slaydımıza keçid alıb artıq başlayırıq izaha. Burada gördüyünüz kimi slaydda 3 əsas istiqamət strukturlaşdırılıb. Çünki burada biz hansı istiqamət üzrə özünü təhlilin aparıldığını, əsas məqsədlərini və hətta keçirilən vəzifələri nəzərdən keçirəcəyik. Və strukturlaşdırılmış təsnifatda görürsünüz ki, pedaqoji metodik təhlil var, sosial emosional təhlil var və eyni zamanda fərdi peşəkar təhlil var. İlk istiqamət pedaqoji metodik təhlildir. Bunun əsas məqsədi təlim-tərbiyə prosesinin keyfiyyətinin və uşaqyönümlü yanaşmanın təmin edilməsidir. Bu istiqamətdə iki əsas vəzifə göstərilir. Birincisi, məşğələlərin uşaqların inkişaf dinamikasına uyğunluğunun yoxlanılması məsələsidir. Digər metodik məsələ isə deməli, oyun texnologiyalarının, dərslərin effektiv şəkildə olmasının qiymətləndirilməsi məsələsidir. Yəni ki, burada diqqət birbaşa təlim-tərbiyə prosesinin necə həyata keçirildiyinə və istifadə olunan metodların effektivliyinə yönəldilir. İkinci istiqamət sosial-emosional təhlil məsələsidir. Burada əsas məqsəd müəssisə daxilində, yəni məktəbəqədər təhsil müəssisəsində ünsiyyət mühitinin sağlamlaşdırılmasıdır və mənəvi təhlükəsizliyin təmin olunmasıdır. Bu istiqamətdə uşaqlarla, valideynlərlə və həmkarlarla deməli, qarşılıqlı münasibətlərin xüsusiyyətləri araşdırılır. Eyni zamanda emosional reaksiyaların adekvatlığı yoxlanılır. Yəni, beləliklə, bu istiqamətdə münasibətlər və emosional reaksiyalarla bağlı məsələlər təhlil olunur. Üçüncü istiqamətdə isə fərdi peşəkar təhlildir. Onun əsas məqsədi isə təhsil verənin davamlı peşəkar inkişafını və fərdi özünün inkişaf strategiyasının qurulmasını təmin etməkdir. Burada ilk vəzifə güclü və zəif peşəkar tərəflərin müəyyənləşdirilməsidir. Digər vəzifə isə buraxılmış metodiki və gərginlik olan anlarda edilən səhvlərin obyektiv şəkildə qiymətləndirilməsi məsələsidir. Slaydın aşağı hissəsində isə gördüyünüz kimi özünü təhlilin əsas xüsusiyyətlərinə daxil olan 4 prinsip də göstərilir. Onlardan birincisi retrospektivlikdir. Nə deməkdir retrospektivlik? Yəni, keçmiş fəaliyyətə, baş vermiş hadisələrə və yaşanmış təcrübəyə geri qayıtmaq, onları yaddaşda canlandırmaq deməkdir. Yəni, retro sözünün də təbii ki, mənasını bilirsiniz. İkincisi isə perspektivlikdir. Burada alınan dərslərə və təhlillərə əsaslanaraq gələcək fəaliyyət, hədəflər və inkişaf istiqamətlərinin dəqiq planlaşdırılması nəzərdə tutulur. Üçüncü istiqamət obyektivlikdir. Üçüncü prinsip olaraq. Burada analiz zamanı subyektiv, emosional hisslərdən və bəhanələrdən uzaqlaşaraq tamamilə real faktlara və sübutlara əsaslanmaq tələb olunur. Yəni, obyektivlik burada nəzərə alınır. Dördüncü prinsip isə sistemlilikdir. Yəni, öz fəaliyyətini daim pərakəndə şəkildə yox, müəyyən bir metodologiya və struktur daxilində təhlil etmək sistemlilik prinsipinin əsasını təşkil edir. Slaydda buna nümunə kimi xüsusi modellərə əsasən təhlil aparılmasını da göstəririk. Beləliklə, bu deməli, ekranda gördüyümüz slaydda, vizual formada olan slaydda göstəririk ki, özünü təhlilin həm istiqamətləri, məqsədləri və vəzifələri nədən ibarətdir, həm də onun əsasını təşkil edən deməli, retrospektivlikdən, perspektivlikdən, obyektivlikdən və sistemlikdən söz etdik. Yəni, bunlar bu şəkildə həyata keçirilir. Yəni, 4 istiqamətdə retrospektivlik dediyimiz kimi, perspektivlik, obyektivlik və sistemlik prinsiplər əsasında qurulur. Sonra keçid alırıq 3-cü səhifədə olan slaydımıza. Burada özünü təhlil modellərinin məktəbəqədər təhsil müstəvisində tətbiqidir.
Bu səhifədə məktəbəqədər təhsil müəssisələrinin peşəkar inkişafında özünü təhlilin strukturlaşdırılmış şəkildə həyata keçirilməsi üçün tətbiq olunan iki əsas elmi nəzəri model tətbiq olunur. Bunlardan Donald Schön'ün refleksiya modeli var və Gibbs'in refleksiya dövrü modeli var. İlk olaraq gəlin Donald Schön'ün refleksiya modelinə baxaq. Schön ümumiyyətlə peşəkar fəaliyyət çərçivəsində özünü təhlili iki fundamental mərhələyə ayırırdı. Birinci mərhələ fəaliyyət daxilində refleksiyadır. Yəni burada əsas məqsəd və məqam ondan ibarətdir ki, təhsil verən məşğələ, oyun və hər hansı bir pedaqoji proses davam etdiyi anda, yəni müəllim məşğələnin və məşğələ daxilində deyək ki, oyunun hər hansı bir pedaqoji prosesin davam etdiyi anda, belə bir vəziyyətdə, yəni real vaxt rejimində vəziyyəti qiymətləndirəndir. Qərar qəbul edən və öz fəaliyyətini dərhal tənzimləyəndir. Başqa sözlə desək, müəllimin fəaliyyəti həyata keçirərkən, yəni müəllim öz fəaliyyətini həyata keçirdiyi zaman bununla yanaşı həmin fəaliyyət haqqında düşünməli və lazım gəldikdə korrektlər etməlidir, düzəlişlər etməlidir. Ümumiyyətlə bu slaytda da buna uyğun olaraq uşaqların diqqətinin azaldığını göstərən bir təbii tərəf var. Belə halda müəllim əvvəlcədən nəzərdə tutulmuş ssenariyə mexaniki şəkildə davam etmək əvəzinə vəziyyəti həmin anda fərq edir. Fəaliyyəti dayandırır və daha dinamik bir oyun metoduna keçid edir və bu məhz fəaliyyət daxilində refleksiyanın praktik ifadəsidir. İkinci mərhələ isə fəaliyyətdən sonra refleksiyadır. Bu mərhələ günün, həftənin və ya konkret pedaqoji bir insidentin tamamlanmasından sonra, yəni bir pedaqoji bir prosesin, hadisənin tamamlanmasından sonra sakit bir şəraitdə, sakit mühitdə həyata keçirilən retrospektiv təhlildir. Müəllim artıq baş vermiş hadisəni, uşaqların davranışlarını, onların reaksiyalarını yenidən nəzərdən keçirir. Onları, deməli, nəzəri bilikləri çərçivəsində təhlil edir və gələcək fəaliyyət üçün nəticələr ortaya çıxarır. Slaydımızın sağ tərəfində isə görürsünüz ki, Gibbs'in deməli refleksiya dövrü modeli göstərilir. Refleksiya dövrü modeli refleksiyanı deməli 6 ardıcıl mərhələdə həyata keçirməyi təklif edir. Model duyğuları və koqnitiv prosesləri bir araya gətirərək fəaliyyətin strukturlaşdırılmış şəkildə nəzərdən keçirilməsini təmin edir. Birinci mərhələ təsvir mərhələsidir. Buna description ya da description deyirlər. Təsvir mərhələsi. Biz Azərbaycan dilində yadda saxlayaq. Bu təsvir mərhələsidir. Burada hadisə və ya müəllimin yaşadığı vəziyyət obyektiv şəkildə təsvir edilir. Yəni, hələ hadisəyə qiymət verilmir, hadisənin harada və nə zaman baş verdiyi, kimlərin iştirak etdiyi, hadisə zamanı müəllimin deməli və digər iştirakçıların nə etdiyi və hadisənin birbaşa nəticəsinin nə olduğu müəyyənləşdirilir. İkinci mərhələdə hisslər mərhələsidir. Burada hadisə zamanı və hadisədən sonra müəllimin eyni zamanda vəziyyətdə iştirak edən bütün deməli digər iştirak edənlərin hansı hissləri yaşadığı nəzərdən keçirilir. Əsas diqqət daxili duyğuların, emosional vəziyyətlərin və bununla yanaşı düşüncələrin dürüst şəkildə analizinə yönəldilir. Üçüncü mərhələ isə qiymətləndirmə mərhələsidir. Bu mərhələdə hadisənin həm müsbət, həm mənfi tərəfləri, bununla yanaşı uğurlu və uğursuz alınan məqamları obyektiv şəkildə, dürüst şəkildə qiymətləndirilir. Yəni, hansı məqamların uğurlu alındığı, hansının planlaşdırıldığı şəkildə belə deyək də getmədiyi və komanda işi və ya resursların nəticəyə necə təsir etdiyi araşdırılır. Dördüncü mərhələ təhlil mərhələsidir. Adından gördüyünüz kimi bu analiz mərhələsidir, təhlil mərhələsidir. Burada artıq hadisənin niyə məhz həmin formada baş verdiyi araşdırılır. Səbəb-nəticə əlaqələri elmi və praktik əsaslarla izah olunur. Daxili və xarici amillərin təsiri, həmçinin uşaq psixologiyası və pedaqoji nəzəriyyələrin həmin vəziyyəti necə izah etdiyi nəzərdən keçirilir. Digər deməli mərhələmiz nəticə mərhələsidir. Burada əldə olunan dərslər sistemləşdirilir. Müəllim öz davranışı haqqında nəticə çıxarır və alternativ fəaliyyət yollarını müəyyən edir. Yəni, oxşar vəziyyətdə başqa hansı pedaqoji addımların atıla biləcəyi və bu təcrübənin müəllimə nə öyrətdiyi üzərində düşünür müəllim. 6-cı, sonuncu mərhələmiz fəaliyyət planı mərhələsidir. Bu mərhələdə gələcəkdə oxşar situasiya yenidən yarandıqda atılacaq konkret, ölçə bilən, real və vaxt etibarilə dəqiq addımlar müəyyənləşdirilir. Həmçinin hansı fərqli metod və strategiyalardan istifadə ediləcəyi və hansı konkret bacarıqların inkişaf etdirilməli olduğu müəyyən olunur. Beləliklə, slaydda, ümumiyyətlə, slayddakı sxemdə Gibbs modelinin 6 mərhələsinin
bir-birini ardıcıl şəkildə izlədiyini görürük. Təsvir, hisslər, qiymətləndirmə, təhlil, nəticə və fəaliyyət planı. Və bu ardıcıllıq pedaqoji hadisənin sadəcə xatırlanmasını deyil, onun sistemli şəkildə təhlil edilməsini və gələcək fəaliyyəti üçün nəticələrin müəyyənləşdirilməsini göstərir. 4-cü səhifəmizdə, 4-cü slaydımızda deməli biz özünü təhlilin metod və texnikaları barəsində danışacağıq. Birinci metod reflektiv gündəlik jurnaldır. Təhsil verənin, yəni müəllimin, tərbiyəçinin gündəlik fəaliyyətini, onun müşahidələrini, hisslərini və əldə etdiyi nəticələri yazı şəkildə qeyd edir. Bu qeydlər sonrakı şəxsi təhlil üçün də əsas mənbə kimi bir üstəsinə deməli yerə malik olur. İkinci metod müşahidə və video təhlildir. Burada məşğələ və oyun proseslərinin video yazısı aparılır. Daha sonra müəllim həmin yazını izləyir, öz davranışlarını və ünsiyyət tərzini təhlil edir. Beləliklə, müəllim öz fəaliyyətinə kənardan baxmaq imkanı əldə edir. Üçüncü metod həmkar rəy metodudur. Bu zaman həmkarlar bir-birinin fəaliyyətini müşahidə edirlər, konstruktiv rəy bildirirlər. Xarici baxış, yəni kənardan olan baxış müəllimin özünə fərqli perspektivdən baxmasına imkan yaradır. Yəni digər həmkarların ona baxışına münasibətdə müəllim artıq özünə fərqli perspektivdən baxmasına imkanların olduğunu görə bilir. Dördüncü metod valideyn və uşaq rəyidir. Bu metodda valideynlərin və böyük yaşlı uşaqların rəyi toplanır. Bu rəylər təhsil verənə öz fəaliyyətinin başqalarına təsirini dərk etməyə kömək edir. 5-ci metod isə yoxlama siyahıları və qiymətləndirmə vərəqləridir. Burada standart meyarlar əsasında öz fəaliyyətini qiymətləndirmək üçün hazırlanmış siyahılardan istifadə olunur. Və bunun nəticəsində təhlil daha sistemli və obyektiv xarakter daşıyır. 6-cı metodumuz isə smart məqsəd qoyma texnikasıdır. Təhlil nəticəsində əldə olunan məlumatlara əsaslanaraq smart məqsədlər müəyyən edilir. Yəni slayddakı bu məqsədlərin spesifik, ölçülə bilən, nailiyyətli, realist və zamana bağlı olması da qeyd olunur. Slaydımızın sağ tərəfində görürsünüz ki, özünü təhlilin əsas üstünlükləri dairəcə göstərilib. Birinci üstünlük ondan ibarətdir ki, özünü təhlil peşəkar kompetensiyaların artırılmasına xidmət edir. İkinci olaraq uşaqların deməli inkişafına yönəlmiş daha effektiv qərarlar qəbul etməyə şərait yaradır. Üçüncü üstünlüyümüz müəssisədə sağlam əməkdaşlıq və etibarlı ünsiyyət mühitinin formalaşdırılmasıdır. Dördüncü olaraq emosional zəkanı, empatiyanı və özünü idarə etmə bacarığını gücləndirir. Beşinci üstünlük isə davamlı inkişaf mədəniyyətini təşviq etməsidir. Slaydımızın aşağı hissəsində verilən uğurlu özünü təhlilin formulu da bu prosesi yığcam şəkildə ifadə edir. Müşahidə et, düşün, qiymətləndir, planlaşdır və s. Bunun nəticəsində peşəkar inkişaf əldə edilir. Buradan əsas fikir ondan ibarətdir ki, özünü təhlil yalnız geriyə baxmaqdan ibarət deyil. Eyni zamanda burada biz John Dewey'yə aid edilən, ifadə edilən belə bir fikirdə ümumiləşdiririk ki, refleksiya sadəcə geriyə baxmaq deyil. O, gələcəyə daha məqsədli addım atmaq üçün keçmişdən dərs çıxartmaq sənətidir. Yəni, müşahidə olunan fəaliyyət təhlil edilir, nəticə çıxarılır və həmin nəticəyə əsasən gələcək peşəkar inkişaf istiqamətləri müəyyənləşdirilir. İndi 5-ci səhifəmizdə olan hissəyə baxırıq. 5-ci slaydda olan hissəyə baxacağıq və orada olan hissədə artıq digər məlumatlarımızı verəcəyik, sizinlə bölüşəcəyik. Bu səhifədə də görürsünüz ki, mövzunun əsas hissələrindən biri olan stres, onun mənbələri və təhsil verənin təsiri nəzərdən keçirilir. Əvvəlcə stres anlayışına baxaq. Slaydda stres insan orqanizminin daxili və xarici tələblərə qarşı qeyri-spesifik reaksiyası kimi təqdim olunur. Məktəbəqədər təhsil mühitində isə stres təhsil verənin psixi və fiziki sağlamlığına, eyni zamanda peşəkar fəaliyyətinin keyfiyyətinə birbaşa təsir göstərən mühüm amil kimi qeyd olunur. Slaydın sol tərəfində stresin əsas mənbələri, daha doğrusu 5 istiqamətdə göstərilir. Birinci mənbə pedaqoji fəaliyyətlə bağlı amillərdir. Buraya yüksək məsuliyyət, çoxsaylı sənədləşmə və eyni zamanda fərdi yanaşma tələbi daxildir. İkinci istiqamət uşaqlarla bağlı amillərdir. Burada uşaqların davranış xüsusiyyətləri, intizam problemləri və adaptasiya çətinlikləri göstərilir. Üçüncü mənbədə valideynlərlə bağlı olan amillər məsələsi yer alır. Buraya valideyn tələblərinin müxtəlifliyi, anlaşılmazlıq və gözləntilər daxildir. Digər istiqamət, 4-cü istiqamət müəssisə daxili amillərdir ki, burada komanda ilə ünsiyyət problemləri və idarə etmə ilə bağlı gərginliklər qeyd olunur. 5-ci amil isə fərdi və sosial amillərdir. Buraya ailə problemləri,
maddi çətinliklər və zamanın düzgün idarə olunmaması daxildir. Slayddakı bu təsnifat stressin yalnız bir mənbədən yaranmadığını, müxtəlif amillərin təsiri ilə formalaşa bildiyini göstərir. İndi isə stressin təhsil verənə təsirinə keçək. Yəni stress varsa, deməli o təsir verənə təsir də edəcəkdir. Bu təsirlər slaydda iki əsas qrupa bölünür. Bir var psixoloji təsirlər, bir də fizioloji təsirlər. Psixoloji təsirlərə burada qayğı məsələsidir, narahatlıqdır, gərginlikdir, diqqətin azalması ola bilər, yaddaşın zəifləməsi ola bilər, motivasiyanın düşməsi ola bilər, emosional tükənmə ola bilər və ya peşəkar məmnuniyyətin azalması ola bilər. Yəni stres yalnız insanın həmin andakı əhvalına təsir etmir. Davamlı xarakter aldıqda diqqətə, yaddaşa, motivasiyaya və ümumilikdə peşə fəaliyyətinə münasibətdə də öz təsirini ortaya qoyur. Fizioloji təsirlərə gəldikdə isə burada baş ağrıları, yorğunluq və halsızlıq ola bilər, yuxu pozuntuları ola bilər, qan təzyiqinin dəyişməsi ola bilər, immunitetin zəifliyi ola bilər və digər somatik xəstəliklərin də artması ola bilər. Slaydın sağ tərəfində isə stressin idarə edilməməsi nəticələri verilir. Burada ilk olaraq peşəkar fəaliyyətdə səhvlərin artması göstərilir. Bundan əlavə, uşaqlarla münasibətdə mənfi reaksiyalar, komanda daxilində konfliktlərin yaranmasına səbəb ola bilər, sağlamlıq problemlərinin kəskinləşməsi, eləcə də işdən məmnunluğun azalması və peşədən uzaqlaşma riski kimi problemlər ortaya çıxa bilər. Deməli, idarə olunmayan stres həm təhsil verənin öz vəziyyətinə, həm uşaqlarla olan münasibətlərə, eyni zamanda peşəkar fəaliyyətin ümumi keyfiyyətinə mənfi istiqamətdə təsir göstərə bilər. Slaydımızın aşağı hissəsində gördüyünüz kimi metodik düşüncə bölməsində deməli alimlərdən olan Hans Selyeyə aid edilən fikri də vermişik ki, stres həyatın bir hissəsidir, lakin onu necə idarə etməyimiz həyat keyfiyyətimizi müəyyən edir. Bu fikir slayddakı ümumi məzmunla əlaqəli şəkildə stresin özündən daha çox onun idarə olunmasının əhəmiyyətini vurğulayır. Sonda slaydda nəticə olaraq qeyd edirik ki, stresin mənbələrini düzgün müəyyənləşdirmək və onun təsir verənə təsirlərini dərk etmək özünü təhlil prosesinin mühüm hissəsidir. Bu anlayış stresin idarə olunması və peşəkar fəaliyyət keyfiyyətinin artırılması üçün ilkin şərt kimi qəbul edilir. Beləliklə, bu səhifədə də stresin nə olduğu, hansı mənbələrdən yarandığı, təsir verənə psixoloji və fizioloji təsirləri barəsində söz etdik. İndi isə növbəti 6-cı səhifəmizə keçid salırıq. 6-cı səhifədə stresə davamlılıq, konsepsiya, strategiyalar və tövsiyələrdən danışacağıq. Bu son slaydda stresə davamlılıq, onun əsas komponentləri, stresə davamlılığı gücləndirmək üçün istifadə olunan strategiyalar və praktik tövsiyələr təqdim edirik. Əvvəlcə stresə davamlılığın nə olduğunu qeyd edək. Slaydda stresə davamlılıq fərdin stres yaradan vəziyyətlərə biraz öncə qeyd etdiyimiz kimi fiziki, psixoloji və emosional sabitliyini qoruyub saxlamaq, mənfi təsirləri minimuma endirmək və peşəkar fəaliyyətinə davamlı olaraq effektiv şəkildə davam edə bilmək qabiliyyəti kimi izah olunmalıdır. Slaydın sol tərəfində göstərilən stresə davamlılığın əsas komponentlərinə baxsaq, birinci komponent burada psixoloji sabitlik məsələsidir. Yəni burada əsas diqqət emosiyaları idarə etməkdir, mənfi düşüncələri nəzarətdə saxlamaq və özünə inamı qorumağa yönəlir. İkinci digər komponent emosional elastiklikdir. Bu nə deməkdir? Bu müxtəlif situasiyalarda emosional tarazlığı tez bərpa etmək bacarığıdır. Üçüncü komponent isə fiziki sağlamlıqdır. Yəni slaydda bunun üçün yaxşı yuxu, düzgün qidalanma, müntəzəm fiziki aktivlik və s. qeyd etmişik. Dördüncü komponentimiz sosial dəstəkdir. Burada ailə, həmkarlar və dostlarla sağlam ünsiyyət və qarşılıqlı dəstəyin əhəmiyyəti önəmlidir. Mənbələrdə də qeyd olunduğu kimi etibarlı münasibətlərin müəllim üçün çətin anlarda mühüm sosial dəstək şəbəkəsi yaratdığı danılmazdır. Beşinci komponentimiz, deməli hissə peşəkar səriştə və məqsədyönlülükdür. Burada peşəkar bacarıqların inkişafı və fəaliyyətin mənalı məqsədlərə xidmət etməsi nəzərdə tutulur. Slaydımızın mərkəzində isə gördüyünüz kimi stresə davamlılıq strategiyaları 6 istiqamətdə göstərilir. Birinci strategiya zamanın planlaşdırılmasıdır. Burada vəzifələri prioritetləşdirmək, real plan qurmaq və vaxtı düzgün idarə etmək tövsiyə olunur. İkinci strategiya dərin nəfəs və rahatlama texnikalarıdır. Belə bir anda dərin nəfəs alırsınız, yoxlama və əzələ gərginliyi azaltma üsullarından istifadə edirsiniz. Eyni zamanda dərin nəfəs texnikasının fizioloji gərginliyi və ürək ritminin sürətlənməsini qısa müddətdə normaya salmaq üçün də istifadə etmək mühümdür. Üçüncü strategiyamız müsbət düşüncə və özünü bu prosesə təşviq etməkdir. Burada
mənfi fikirlər, yəni neqativ fikirlər pozitiv fikirlərlə əvəz olunmalıdır və kiçik uğurları belə dəyərləndirmək mütləq əhəmiyyətlidir. Dördüncü strategiyamız sosial kommunikasiyadır. Yəni hissləri paylaşmaq, dəstək istəmək, empatik dinləməni və anlaşılmağı təşviq etmək və bu strategiyanın bu müddəalarına mütləq diqqət etmək. 5-ci strategiya peşəkar inkişaf və öyrənmədir. Yeni bilik və bacarıqlar qazanmaq özünə inamı artırır və bu stresi azalda bilir. 6-cı strategiya isə istirahət və hobbilərdir. Burada insanın sevdiyi fəaliyyətlərə vaxt ayırmasıdır, yaradıcı mühitmələ, maraqlı işlərlə məşğul olması önəmlidir. Slaydımızın sağ tərəfində stresə davamlılığı artırmaq üçün tövsiyələrimiz də var. Birinci tövsiyə gündəlik fəaliyyətlərdə balans yaratmaqdır. İşdir, istirahətdir və şəxsi vaxta diqqət yetirmək lazımdır. İkinci tövsiyəmiz, bu bizim tövsiyə deyil, bu təbii ki, qəbul olunmuş beynəlxalq bir prosedurdur və çərçivə sənədində qeyd olunan elə məhz bu istiqamətdədir. Yəni özünü təhlil və stresli davamlılıq məhz bundan ibarətdir. Bir də müəllimlər, mən sizə bir şey də vurğulayım ki, ümumiyyətlə elə mövzular var ki, məsələn bu mövzunun özü çox da geniş verilməyən, tapılmayan bir mövzudur. Məsələn kitablar var ki, o kitablarda deyək ki, yanaşmalardır, digər qaydalardır ki, onlar ümumiyyətlə artıq illərlə mövzu planında olduğu üçün onunla bağlı müəyyən bölmələr artıq təqdim olunub sizə. Amma bəzi mövzular, xüsusilə məsələn özünü təhlil və stresli davamlılıq bu yeni bir mövzu olaraq təqdim olunur və bu baxımdan da bu mövzuya diqqət yetirməyiniz çox önəmlidir. Deməli, bizim ikinci tövsiyə problemlərimizlə bağlı kiçik addımlara bölərək, yəni problemləri ikinci tövsiyəmiz problemləri kiçik addımlara bölərək həll etməyə çalışmaqdır. Üçüncü tövsiyəmiz mükəmməlliyə yox, səmərəliliyə fokuslanmaqdır. Digər tövsiyəmiz, dördüncü tövsiyə isə uşaqların kiçik uğurlarını qeyd etmək və bu qiymətləndirmək məsələsini də önəmsəmək lazımdır bu prosesdə. Beşinci tövsiyə isə daimi refleksiya apararaq özünü tanımaq və inkişaf etdirməkdir. Bu yanaşma özünü təhlili gündəlik peşəkar fəaliyyətin bir hissəsinə çevirir. Və mənbələrdə də vurğulanır ki, reflektiv pedaqoji gündəlik ən mühüm pedaqoji hadisənin o gipsin biraz öncə dediyimiz 6 mərhələli effektiv dövriyyəsi üzrə təhlilinə xidmət etdiyi göstərilir. Slaydımızın aşağı hissəsində verilən əsas fikir isə belə ümumiləşdirilir. Özünü tanıyan, fəaliyyətini təhlil edən və stresi idarə etməyə bacaran, təhsil verən uşaqların gələcəyinə daha güclü və inamlı addımlar atır. Burada ümumiyyətlə özünü təhlil və stresə davamlılıq bir-biri ilə əlaqəli şəkildə təqdim olunur. Təhsil verən öz fəaliyyətini tanıyır, təhlil edir, eyni zamanda stresli vəziyyətlərdə öz sabitliyini qoruyursa, peşəkar fəaliyyətini daha davamlı şəkildə həyata keçirə bilir. Sonda slaydda yadda saxlayın bölməsində əsas fikir olaraq xüsusi vurğulayırıq ki, özünü təhlil sizi daha yaxşı təhsil verən edir, stresə davamlılıq isə uzun müddətli uğura aparır. Beləliklə təqdimatımızın sonunda əsas diqqət iki anlayışın özünü təhlil və stresə davamlılığın təhsil verənin peşəkar fəaliyyətində birlikdə nəzərdən keçirilməsinə yönəltdik və bu istiqamətdə müzakirəmizi apardıq. Mən bir şey də vurğulayım ki, ümumiyyətlə özünü təhlil və stresə davamlılıqla bağlı siz öz belə deyək, həyatda olan təcrübənizdən də istifadə edərək bu istiqamətdə verilən problem həll etmə və ya da situasiya tipli məsələlərə öz münasibətinizi bildirərək məsələyə cavab tapa bilərsiniz. Düzdür, bu istiqamətləri əlbəttə bilmək, öyrənmək vacibdir. Yəni streslə bağlı necə belə deyək, mübarizə aparmaq lazımdır. Stresli vəziyyətlərdə bu vəziyyətdən çıxış yolları nədədir? Bunları əlbəttə ki, bilmək mühümdür. Eyni zamanda bunun da həlli yollarını insan öz düşüncəsi ilə, öz məntiqi ilə, öz zəkası ilə yanaşdıqda təbii ki, buna da cavab tapmaq o qədər çətin deyil. Hər birinizə təhsil yolunda uğurlar arzu edirəm. Ümidvaram ki, təhsil pillələrində, təhsil yollarında sizin apardığınız pedaqoji fəaliyyətdə daima stressiz, daima gərginsiz bir vəziyyətdə işinizi görəcəksiniz. Olduğu vəziyyətdə də isə bunun həlli yollarını tapacaq və gələcəyimiz olan uşaqlara, gələcəyimiz olan kiçik övladlara daima öz pedaqoji dəstəyinizi göstərəcəksiniz. Bu minvalla, bu ümidlə sizinlə sağollaşıram və həmişəki kimi ənənəvi olaraq təqdim olunan vizual görüntüyə, video görüntümüzə baxmağa sizi dəvət edir. Sağ olun və salamat qalın deyirəm. Bugün sizinlə özünü təhlilin və stresə davamlılığın xüsusiyyətləri mövzusunu ətraflı şəkildə nəzərdən keçirəcəyik.
Bilirsiniz, biz çox vaxt təhsilin görünən tərəflərinə, planlaşdırmaya, metodlara, istifadə etdiyimiz vəsaitlərə daha çox diqqət ayırırıq. Amma tədqiqatlar bizə çox vacib bir həqiqəti göstərir. Təhsil verənlərin əsl peşəkarlığı, o sinif otağında yaradılan əsl möcüzə təkcə quru metodlarla ölçülmür. Bu, birbaşa olaraq müəllimin yüksək daxili özünü təhlil qabiliyyəti və mürəkkəb vəziyyətlərdə stressə davamlılığı ilə müəyyən olunur. Təsəvvür edin, sizin daxili dünyanız, emosional vəziyyətiniz uşaqlar üçün bir ekosistemdir. Əgər o ekosistemdə fırtına qopursa, heç bir mükəmməl metodika o fırtınanı gizlədə bilməz. Odur ki, gəlin, heç vaxt itirmədən təhsil verənin məhz bu daxili ekosisteminə özümüzə doğru bir səyahət edək və bizi ayaqda saxlayan bu iki nəhəng qüvvəni birlikdə kəşf edək. Bugünkü geniş və ətraflı təhlilimizin strukturu iki əsas sütun üzərində qurulacaq. Biri bizim daxilə baxışımız, digəri isə xarici təzyiqlərə qarşı duruşumuzdur. Gündəliyimizdə 6 əsas bölmə var, hansı ki, hər birini dərindən incələyəcəyik. Birinci olaraq özünü təhlilin mahiyyətinə toxunacaq. İkinci bölmədə pedaqoji refleksiya modellərini nəzərdən keçirəcəyik. Üçüncü, bəlkə də hər birimizə ən tanış olan stres və peşəkar tükənmədən danışacağıq. Dördüncü bölməmizdə stresə davamlılıq amillərini öyrənəcəyik. Beşinci olaraq emosiyaların tənzimlənməsi metodlarına baxacaq, praktika alətlərlə tanış olacağıq. Və nəhayət 6-cı bölmədə bütün bu danışdıqlarımızı birləşdirən özünü təhlil və stres əlaqəsini müzakirə edəcəyik. Hazırsınızsa, gəlin birinci sütundan başlayaq. Birinci bölməmiz. Özünü təhlilin mahiyyəti. Yəni, sadə dillə desək, öz daxilimizə, öz fəaliyyətimizə kənardan obyektiv bir gözlə baxa bilmək bacarığı. Gəlin ən təməl anlayışdan başlayaq. Özünü təhlil, yəni refleksiya nədir? Pedaqoji və psixoloji ədəbiyyatda bu anlayış tez-tez qarşımıza çıxır. Amma inanın mənə, refleksiya sadəcə iş gününün sonunda bugün nə etdim deyə keçmişin mexaniki şəkildə üstündən keçərək edilən bir icmalı deyil. Xeyr, bu müəllimin, yəni sizin birbaşa öz daxili aləminizə, atdığınız addımlara, sinifdəki davranışlarınıza və ən əsası anidən verdiyiniz qərarlara yönəlmiş tamamilə şuurlu, kognitiv bir prosesdir. Yəni biz burada dərk edərək, analiz edərək, düşünməkdən danışırıq. Mənbələrimiz bu prosesin 3 çox vacib əsas istiqamətini xüsusilə vurğulayır və mən istəyirəm bunlara diqqət edəsiniz. Birincisi, pedaqoji metodiki təhlildir. Bu nə deməkdir? Yəni, mən bugün təlimin keyfiyyətini necə qura bildim? Seçdiyim oyunlar, metodlar uşaqların marağını cəlb etdimi? İkincisi, sosial-emosional təhlildir. Bu artıq bizim uşaqlarla və həmkarlarla ünsiyyətimizi, reaksiyalarımızı, səbrimizi yoxluyur. Mən bugün o çətin vəziyyətdə səs tonumu necə saxladım? Və üçüncüsü, fərdi peşəkar təhlildir. Bu isə birbaşa bizim şəxsi inkişafımıza xidmət edir. Mən bir müəllim olaraq bugün nə öyrəndim? Mənim güclü və zəif tərəflərim hansılardır? Baxın, bütün bu sualları özümüzə verməkdə, fəaliyyətimizə qiymətləndirməkdə əsas məqsədimiz özümüzü qınamaq və ya mühakimə etmək deyil. Əsas məqsəd gələcək fəaliyyətimizi məhz obyektiv və elmi metodiki əsaslarla daha doğru, daha faydalı şəkildə layihələndirməkdir. Öz zəif tərəfimizi bilsək, onu gücləndirə bilərik, elə deyilmi? İndi isə keçirik ikinci bölməmizə, pedaqoji refleksiya modelləri. Bəs biz bu özünü təhlili necə edəcəyik? Bunun üçün beynəlxalq təcrübədə hansı nəzəri çərçivələr, hansı modellər var? Gəlin tanınmış iki yanaşmaya, Şon və Gibbs yanaşmalarına dərindən baxaq. Pedaqoji mühitdə ən çox istinad edilən modellərdən biri Donald Schönün refleksiya modelidir. Schön, bizim bu peşəkar fəaliyyətimizi təhlil etməyimizi iki fundamental, bir-birindən fərqli mərhələyə bölür və bu bölgü həqiqətən də çox məntiqlidir. Birinci konsepsiya adlanır fəaliyyət daxilində refleksiya, yəni reflection in action. Bu nədir? Təsəvvür edin, məşğələ prosesindəsiniz, hər şey planlaşdırdığınız kimi gedir, amma anidən qəfil bir xaos yaranır. Uşaqlardan biri ağlayır, o birisi oyuncağı atır, diqqət dağılır. Baxın, fəaliyyət daxilində refleksiya həmin o real vaxt rejimində, o saniyələr içində vəziyyəti dərk edib, dərhal daxili tənzimlənmə aparmaqdır. Pedaqoji ssenarini anında o xaosun içində dəyişmək, ayaqüstü qərar verməkdir. Bu çox böyük ustalıq tələb edir. İkinci konsepsiya isə fəaliyyət üzərində refleksiyadır, yəni reflection on action. Bu artıq tamamilə başqa bir mühitdir. Gün bitib, uşaqlar evə gedib, sinifdə sakitlikdir. Siz oturursunuz və sakit bir başla gün ərzində baş verən hadisələri, tətbiq etdiyiniz metodları, uşaqlara verdiyiniz reaksiyaları və ən əsası, bayaq o xaos anında anidən verdiyiniz qərarları təhlil edirsiniz.
mən niyə belə reaksiya verdim? Daha yaxşı necə edə bilərdim? Suallarını özünüzə verirsiniz. Bilirsiniz, həqiqi peşəkar ustalıq bu iki mərhələnin hər ikisini paralel olaraq effektiv şəkildə tətbiq etməkdən keçir. Biri bizi o anda xilas edir, digəri isə bizi gələcək üçün inkişaf etdirir. Bəs deyə bilərsiniz ki, bütün bunlar praktikada, bizim gündəlik işimizdə real olaraq necə görünür? Mənbələrimiz burada çox incə və dəyərli bir konsepsiyanı, peşəkar mənlikdən istifadə konsepsiyasını xüsusilə vurğulayır. Gəlin birlikdə bir ssenari təsəvvür edək. Təsəvvür edin ki, qrupda 3 yaşlı bir uşaq var. O, səhər anasından ayrılmaq istəmir, emosional olaraq tamamilə tənzimlənməmiş vəziyyətdədir, yüksək səslə ağlayır və qaçıb rəfin arxasında gizlənir. Biz hamımız bu halla qarşılaşmışıq, elə deyilmi? Belə bir anda qeyri-adekvat, qeyri-reflektiv yanaşma nə olar? Uşağı zorla oradan dartıb çıxarmaq, səsi ucaltmaq və ya ağlama bəsdir demək. Halbuki bu, uşağın onsuz da yüksək olan stresini daha da, bəlkə də 2 qat artırır. Lakin daxili gücünü tapan, öz peşəkar mənliyindən istifadə edən müəllim tamamilə fərqli davranır. O, həmin o fəaliyyət daxilində refleksiyanı işə salır. Nə edir? Əvvəla fiziki məsafə saxlayır, uşağın o anki qorxu və sərhədlərini hörmət edir, öz bədən dilini sakitləşdirir və səs tonunu bir lövbər kimi, bəli, fırtınalı dənizdə gəmini saxlayan lövbər kimi istifadə edərək uşağı korregulyasiya edir. Korregulyasiya nədir? Yəni, mən öz sakitliyim, öz tənzimlənmiş halım ilə sənin o xaosunu, sənin o tufanını yatırıram. Biz birlikdə sakitləşirik. Sizin daxili sakitliyiniz o kiçik uşağın xaosunu zərərsizləşdirir. Baxın, əsl peşəkar refleksiya məhz budur. Məşğələ bitdi, gün sona çatdı. Bəs günün sonunda bayaq bəhs etdiyimiz fəaliyyət üzərində refleksiyanı sistemli şəkildə necə edəcəyik? Bunun üçün mənbələrimizdə Graham Gibbs'in məşhur reflektiv dövriyyə modelindən istifadə olunur. Gibbs deyir ki, əgər biz bu prosesi sadəcə səthi düşüncə olaraq etsək, heç bir inkişaf əldə etməyəcəyik. Səthi düşüncədən qaçmaq və dərin təhlil aparmaq üçün 6 ardıcıl addım atmalıyıq. Gəlin bu addımları bir-bir açaq. Birinci mərhələ, təsvir. Burada heç bir emosiya, heç bir mühakimə yoxdur. Sadəcə faktlar. Nə baş verdi, kimlər var idi, hadisə harada oldu, vəziyyətin tam obyektiv təsvirini veririk. İkinci mərhələ, hisslər. Baxın, bura çox vacibdir. Həmin hadisə baş verən an siz nə hiss edirdiniz? Qəzəb, çarəsizlik, bəlkə qorxu? Öz daxili hisslərimizlə dürüst olmalıyıq. Üçüncü mərhələ, qiymətləndirmə. Bu hadisədə yaxşı olan nə idi? Və ən əsası, pis olan, işə yaramayan, uğursuz olan nə idi? Obyektiv şəkildə müsbət və mənfiləri tərəziyə qoyuruq. Dördüncü mərhələ, təhlil. Ən dərin qat buradır. Psixoloji və pedaqoji təhlil. Yaxşı, bəs bu niyə belə oldu? Mən bu metodu seçdiyim üçün uşaq belə reaksiya verdi, yoxsa başqa səbəb var idi? Səbəb-nəticə əlaqələrini kəşf edirik. Beşinci mərhələ, nəticə. Bütün bunlardan mən ümumi olaraq hansı dərsi çıxardım? Nə öyrəndim? Mən bu vəziyyətdə başqa cür davrana bilərdimmi? Və ən həlledici 6-cı mərhələ, fəaliyyət planı. Əgər gələcəkdə bir daha tam olaraq eyni halla qarşılaşsam, nə edəcəm? Hansı fərqli addım atacam? Konkret hərəkət planı qururuq. Əziz həmkarlar, baxın, məhz bu dövriyyə, bu 6 addım bizi eyni pedaqoji səhvləri dəfələrlə, bəlkə də illərlə təkrarlamaqdan qoruyan ən böyük silahımızdır. Biz bu dövrü tamamlamayanda inkişafda dayanır. Və indi keçirik izahımızın 3-cü böyük bölməsinə. Stres və peşəkar tükənmə. Biz bu bölməni haqlı olaraq təhlükəli hədd adlandırırıq. Çünki bu, hər bir müəllimin fəaliyyətində ən diqqət etməli olduğu, çox vaxt gizli irəliləyən bir prosesdir. Gəlin öncəliklə bir vacib məsələyə mütləq aydınlıq gətirək. Bəzən anlayışları qarışdırırıq. Peşəkar tükənmə, bəlkə də İngiliscə burnout termini kimi daha çox eşitmisiniz. İş gününün sonundakı o bildiyimiz, adət etdiyimiz adi yorğunluq deyil. Bunlar tamamilə fərqli şeylərdir. Yorğun insan kimdir? Yorğun insan fiziki olaraq tükənir. Amma axşam gedir, dincəlir, gözəl bir yuxu yatır və ertəsi gün enerjisini tam bərpa edib gülərüzlə işinə qayıdır. Bəs tükənmə nədir? Tükənmə idarə olunmayan, üzərində işlənməyən xroniki stres nəticəsində müəllimin, insanın emosional, fiziki və zehni resurslarının tamamilə sıfırlanması, depozitin tamamilə boşalmasıdır. Nə qədər yatsanız da o enerji bərpa olunmur. Tədqiqatlar çox maraqlı və bir o qədər də təhlükəli bir məqamı göstərir. Tükənmə çox vaxt özünü kinayə, işə və insanlara qarşı soyuqluq, apatiya, uşaqlara qarşı empatiyanın itməsi və dərin bir köməksizlik hissi ilə biruzə verir. İnsan sanki hissiyatsızlaşır. Bu olduqca təhlükəli bir haldır. Mənbələrimiz xəbərdarlıq edir ki, bu vəziyyəti göz ardı etmək, eyb yox, keçib gedər demək olmaz. Buna ancaq xüsusi şuurlu fərqindəlik metodları və özünü təhlil ilə qalib gəlmək mümkündür.
Bəs sual yaranır. Məhz məktəbəqədər təhsil mühitində bizi addım-addım bu tükənməyə aparan, enerjimizi çəkən o spesifik stres amilləri, stressorlar nələrdir? Mənbələrimiz burada xüsusilə 3 əsas stressoru qruplaşdıraraq sadalayır. Gəlin onlara baxaq. Birinci və bəlkə də ən böyüyü emosional əmək. Bu nə deməkdir? Bu o deməkdir ki, siz bəzən daxilən qaynasanız belə, şəxsi problemləriniz olsa belə, sinifdə uşaqların ən çətin, ən kəskin davranışları qarşısında daimi olaraq səbri, mülayimliyi və o gülərüzü qorumaq məcburiyyətindəsiniz. Saxta da olsa o təbəssümü qoruma, insanın daxili resurslarını ən çox tükədən emosional əməkdir. İkinci amil, yüksək iş yükü. Məktəbəqədər təhsil digər pillələrdən fərqlənir. Burada uşaqlar kiçikdir, diqqət hər saniyə onlarda olmalıdır. Qrupda uşaq sayının çox olması səs-küyün davamlılığını artırır və ən əsası, gün ərzində bəzən özünüzlə baş-başa qalacağınız, rahat nəfəs alacağınız kiçik bir dincəlmə fasiləsinin belə olmaması xroniki stresi yaradır. Üçüncü amil isə resurs çatışmazlığıdır. Təsəvvür edin, beyninizdə möhtəşəm bir fəaliyyət planı var. Amma ehtiyac duyduğunuz metodik vasitələr, materiallar kifayət etmir və ya yoxdur. Bu vəziyyət müəllimdə daimi olaraq bir natamamlıq, istədiyimi verə bilmirəm hissi yaradır. Baxın, saydığımız bu 3 amil birləşərək hər gün yavaş-yavaş bizim enerjimizi, həvəsimizi sümürür. Yaxşı, vəziyyət budur. Bütün bu çətin, davamlı səs-küylü və hədsiz yükləyici mühitdə biz necə sağ qala bilərik? Necə edək ki, həm sevdiyimiz bu peşəni icra edək, həm də daxili dünyamızı parçalanmaqdan qoruyaq? Biz stresə qarşı o keçilməz davamlılığı necə qura bilərik? Baxın, bu sual bizim bugünkü müzakirəmizin ən dönüş nöqtəsidir. İndi mən sizdən diqqətinizi tamamilə problemdən, o qaranlıq tükənmə mənzərəsindən çıxarmağımızı istəyirəm. Diqqətimizi tam olaraq bizi gücləndirəcək, ayağa qaldıracaq konkret həll yollarına, bərpa strategiyalarına və tətbiq edə biləcəyimiz daxili alətlərimizə yönəldirik. Bu isə bizi gətirir 4-cü bölməmizə, stresə davamlılıq amilləri. Mən buna bizim daxili qoruyucu zirhimiz deyirəm. Niyə zirh? Çünki stres oxları gələndə bizi qoruyan məhz bu amillərdir. Elmi dildə, beynəlxalq ədəbiyyatda bizim bu stresə davamlılıq qabiliyyətimiz reziliensiya adlanır. Yıxılandan sonra yenidən ayağa qalxmaq, əvvəlki vəziyyətə qayıtmaq bacarığı. Mənbələrimiz göstərir ki, məktəbəqədər təhsildə müəllimin reziliensiyası əsasən 4 böyük qoruyucu amildən asılıdır. Gəlin bu 4 qalxanı bir-bir incəliklərinə qədər təhlil edək. Birinci qalxanımız münasibətlərdir. Söhbət sadəcə kiməsə salam verməkdən getmir. Söhbət sizin pedaqoji qayğılarınızı anlayan, yeri gələndə empatiya qura bilən, sizi mühakimə etmədən dinləyən həmkarlarla olan sağlam və etibarlı əlaqələrdən gedir. Dəstəkləyici iş mühiti ən böyük stres kəsicidir. İkinci qalxanımız daxili inanclardır. Bu sizin peşəkar nüvənizdir. Niyə bu işi görürsünüz? Peşənizin dəyərinə, hər bir uşağın həyatındakı o əvəzsiz, silinməz rolunuza olan dərin inamınız. Əgər daxili inancınız, missiyanız güclüdürsə, xırda gündəlik çətinliklər sizi asanlıqla yıxa bilməz. Üçüncü qalxanımız təşəbbüskarlıqdır. Bu nə deməkdir? Problem yarananda, hər şey tərs gedəndə, kənara çəkilib gileylənmə, şikayət etmək əvəzinə fəal şəkildə alternativ həll yolu axtarmaq bacarığıdır. Təşəbbüskarlıq insana idarə etmənin öz əlində olduğu hissini verir. Bu da stresi azaldır. Və dördüncü, ən çətin formalaşan qalxanımız özünəzarət. Gərgin anlarda, qanımızın qaynadığı saniyələrdə avtomatik və impulsiv qərarların, sərt reaksiyaların qarşısını alıb, şəxsi emosional sərhədlərimizi qorumaq qabiliyyətidir. Özünəzarət bizim daxili ələc sistemimizdir. Təbii ki, bu 4 amili sadəcə nəzəriyyə olaraq eşitmək kifayət deyil. Gəlin mənbələrimizdən irəli gələn çox real bir həyat nümunəsi ilə bunu izah edək. Təsəvvür edin, məşğələ başlamalıdır, uşaqlar hazırdır, amma həmkarınız, bəlkə də köməkçi müəlliminiz bu dərsi üçün çox vacib olan birlikdə hazırladığınız materialları gətirməyi unudub. Bunu indi kəşf edirsiniz və dərs pozulmaq, fəaliyyət dayanmaq üzrədir. Bu, hər kəsi stresə sala biləcək klassik bir böhran anıdır, düzdür? Baxın, əgər müəllimin stresə davamlılığı, yəni reziliensiyası zəifdirsə nə baş verəcək? O, dərhal 4-cü qalxanı, özünəzarəti itirəcək. Həmkarını günahlandırmağa, tənqid etməyə başlayacaq. Sən heç vaxt diqqətli deyilsən, dərsimi məhv etdin. Bu, sinifdə inanılmaz dərəcədə bir gərginlik yaradacaq. Və ən pisi odur ki, uşaqlar bu gərginliyi bütün hüceyrələri ilə hiss edəcəklər. Bəs bu tənqid dərsi xilas edirmi? Qətiyyən yox.
material hələ də yoxdur. Lakin daxili qalxanları, xüsusilə təşəbbüskarlığını və öz nəzarəti güclü olan reziliens bir müəllim bu anda tamamilə fərqli reaksiya verir. O, səs tonunu qətiyyən qaldırmır, enerjisini günahkar axtarmağa xərcləmir, dərhal üçüncü qalxanı, təşəbbüskarlığını işə salır. Eybi yox, material yoxdur, amma bizdə rəngli kağızlar var. Tez əlindəki alternativ materialla fəaliyyətin istiqamətini dəyişir və böhranı o saniyə həll edir. Çünki peşəkar müəllim bilir ki, böhran anında mühüm olan yeganə şey problemi dərhal həll etmək, uşaqların diqqətini cəmləməkdir. Kimisə cəzalandırmaq, günahlandırmaq yox. Baxın, reziliensiyanın praktikada işləmə mexanizmi məhz budur. Beləliklə gəlirik 5-ci və ən praktik bölməmizə. Emosiyaların tənzimlənməsi metodları. Biz özü nəzarəti necə gücləndirə bilərik? Bunun üçün fərqindəlik, yəni daxili reaksiyalarımızı idarə etmək üçün hansı konkret texnikalar var? Beynəlxalq təcrübədə ən çox istifadə edilən və effektivliyi sübut olunmuş ilk texnika stop metodudur. Sinifdə xaos yarananda, uşaqlar sözünüzə baxmayanda, gərginlik pik həddə çatanda, içinizdə o daxili partlayışın, o sert reaksiyanın qarşısını almaq üçün dərhal bu 4 addımlı metoddan istifadə edirik. Hər bir hərfin öz dərin mənası var. Birinci addım S, dayan, yəni ingiliscə stop. Bu o deməkdir ki, gərginlik anında hərəkətinizi və danışığınızı, hətta düşüncənizi belə 1 saniyəlik dondurun. Fiziki pauza verin. Nə isə etməzdən əvvəl dayanmaq, beynin avtopilot rejimindən çıxmasını təmin edir. İkinci addım T, nəfəs al, yəni take a breath. Sadəcə səthi deyil, dərindən, diafraqma ilə nəfəs alaraq oksigeni qəbul edirik. Bilirsiniz, mənbələrimiz də göstərir ki, neyrobioloji olaraq biz stresə düşəndə simpatik sinir sistemimiz işə düşür, vur də ya qaç rejiminə keçirik. Amma biz dərindən nəfəs alanda bədənə təhlükə yoxdur, sakitləş siqnalını göndəririk və o qorxu mərkəzini söndürürük. Üçüncü addım O, müşahidə et, yəni observe. Nəfəs aldıqdan sonra öz içinizə dönün. Hazırda mən nə hiss edirəm? Bədənimdəki gərginlik haradadır? Uşaqlar nə edir? Heç bir mühakimə etmədən, mən niyə əsəbləşirəm demədən sadəcə vəziyyəti kənardan bir kameradan baxırmış kimi qeydə alın. Və dördüncü son addım P, davam et, yəni proceed. Baxın, indi artıq siz ilk saniyədəki o vəhşi, idarə olunmaz emosiya ilə hərəkət etmirsiniz. Siz sakitləşmiş, rasional ağılla, yəni beyninizin ön hissəsi olan prefrontal qabıqla qərar verərək pedaqoji fəaliyyətinizə, uşaqlarla ünsiyyətinizə qayıdırsınız. Çox kiçik, cəmi 10-15 saniyə çəkən, amma inanılmaz təsirli bir metoddur. Bəzən olur ki, bir hadisə o qədər təsir edici olur ki, qısa stop metodu yetərli olmur. Gərginlik hələ də qalıb, sinəmizi sıxır. Belə hallarda mənbələrimiz növbəti 2 güclü fərqindəlik texnikasına müraciət etməyi məsləhət görür. Birincisi, çox klassik, amma effektiv olan dərin nəfəs və sayma məşqləridir. Xüsusən uşaqların yuxu saatında və ya qrupda nisbi sakitlik olanda yerinizdə rahat əyləşin, birdən 10-a dək yavaş-yavaş sayaraq dərin nəfəs alın. Hər nəfəs verdikdə o gərginliyin əzələlərinizdən necə kənarlaşdığını vizuallaşdırın. Bu, sizin süni şəkildə artmış ürək ritminizi aşağı salacaq. İkinci, mənim ən çox bəyəndiyim metod isə emosiyaların tanınması və ya səni görürəm yanaşmasıdır. Biz çox vaxt neqativ hisslər keçirəndə onları bastırmağa, yox saymağa çalışırıq. Yox, mən müəlliməm, mən əsəbləşə bilmərəm deyirik. Amma psixologiya deyir ki, emosiyanı bastırmaq onu daha da gücləndirir. Bunun əvəzinə daxili səsinizlə o emosiyanı qəbul edin, ona ad verin. Özünüzə deyin, mən səni görürəm qəzəb, sən burdasan. Mən hazırda çox narahatam və işlər istədiyim kimi getmədiyi üçün mənim bu an bunu hiss etməyəm tamamilə normaldır. Tədqiqatlar göstərir ki, siz içindəki o fırtınalı hissə ad verib, onu bir fakt kimi qəbul edən saniyədə, onun beyniniz üzərindəki dağıdıcı, iflic edici gücü əhəmiyyətli dərəcədə aşağı düşür. Çünki artıq o emosiya sizi idarə etmir, siz onu kənardan müşahidə edirsiniz. Təqdim olunan digər çox maraqlı və biraz da yaradıcı vizuallaşdırma texnikası buraxma qutusu, yəni letting go box metodudur. Bu, beynimizi artıq yüklərdən təmizləmək üçün ideal vasitədir. Təsəvvür edək ki, gün ərzində xoşagəlməz neqativ bir hadisə oldu. Məsələn, bir valideynlə yaranmış kiçik bir anlaşılmazlıq və ya gərginlik. Həmin hadisə bitdi, valideyn getdi, amma o gərginlik sizin zehninizdə fırlanmağa, təkrar-təkrar oynanmağa davam edir və hazırki dərsinizə köklənməyə imkan vermir. Bütün enerjinizi alır. Belə anlarda xəyal gücünüzdən istifadə edin. Xəyalən kənarda, masanın üzərində və ya rəfin küncündə möhkəm dəmirdən bir qutu təsəvvür edin. O, yaşadığınız gərginliyi, sizi yoran o neqativ sözləri, haqsızlıq hissini xəyalən bir kağıza bükün,
paketləyin, həmin qutunun içinə qoyun və qapağını möhkəmcə bağlayın, hətta üzərinə qıfıl vurun. Və özünüzə deyin, mən bu məsələni günün sonunda xatırlayacağam, amma indi o qutunun içindədir və mən dərsimə qayıdıram. Bu, psixoloji alət əslində mürəkkəb bir kognitiv ayırma texnikasıdır. O sizə imkan verir ki, hazırda müdaxilə edə bilməyəcəyiniz lazımsız stressorları zehni məkanınızdan kənarlaşdırıb, bütün enerjinizi, diqqətinizi və sevginizi tamamilə oradakı uşaqlara və pedaqoji fəaliyyətinizə cəmləyəsiniz. Siz emosional məkanınızı qoruyursunuz. Bütün çətinliklərə rəğmən iş günü artıq bitmək üzrədir. Və iş günü bitdikdə orqanizmin tam və keyfiyyətli bərpası üçün mənbələrimizin təklif etdiyi ən təsirli, ən gözəl praktika minnətdarlıq və şükranlıq təcrübəsidir. Biz çox vaxt evə gedəndə günün sadəcə pis tərəflərini, baş tutmayan planları, yorğunluğu özümüzdən aparırıq. Amma sizdən xahişim budur. Gün nə qədər səs-küylü, nə qədər yorucu, hətta bəzən uğursuz keçsə belə, çantanızı götürüb evə getməzdən öncə sadəcə bir dəqiqəliyə gözlərinizi yumun. Və o günkü yüzlərlə hadisənin içindən xüsusi olaraq sadəcə bir dənə müsbət anı tapıb xatırlayın. Bu çox qlobal bir şey olmaya bilər. Bəlkə hər zaman dalaşan iki uşağın bugün bir-birinə kömək etməsi, bir oyuncağı paylaşmasıdır. Bəlkə bir uşağın sizə baxıb səmimi təbəssüm etməsi, bəlkə də çətin anınızda köməkçi müəlliminizin sizə uzatdığı bir stəkan su göstərdiyi dəstəkdir. Məhz o anı xatırlayın və ürəyinizdə buna görə minnətdarlıq hiss edin. Bilirsinizmi? Bu sadəcə romantik bir fikir deyil. Neyrologiya ilmi tam olaraq sübut edir ki, bu kiçik minnətdarlıq, şükranlıq anı beynimizdə xoşbəxtlik hormonları olan dopamin və serotonin sintezini kəskin şəkildə artırır. Və bu hormonlar sizin stresinizi aşağı salaraq, günün sonunda emosional, fiziki və zehni bərpanızı dərhal sürətləndirir. Evə yorğunluq və apatiya ilə deyil, sakitliklə getməyinizi təmin edir. Və beləliklə, gəlirik təhlilimizin 6-cı və yekunlaşdırıcı bölməsinə özünü təhlil və stress əlaqəsi. İndiyə qədər danışdığımız bu iki böyük mövzu arasındakı o qırılmaz dialektik əlaqə. İndi isə gəlin icmalımızın kulminasiya nöqtəsinə diqqət edək. Biz bu iki sütunu, özünü təhlili və stresə davamlılığı niyə məhz birlikdə öyrənirik? Bunlar bir-biri ilə necə birləşir? Mənbələrimiz bu ikisi arasındakı dialektik, yəni qarşılıqlı əlaqəni mükəmməl şəkildə izah edir. Gəlin bu mexanizmi anlayaq. Bir tərəfdən baxanda, daimi olaraq tətbiq etdiyimiz refleksiya, özünü təhlil, bizim stresə qarşı ən böyük silahımızdır, bir alətdir. Niyə? Çünki biz fəaliyyətimizi, hisslərimizi təhlil etdikcə, bizi konkret olaraq nəyin əsəbiləşdirdiyini, bizim emosional düymələrimizin, yəni stres triggerlərimizin nələr olduğunu əvvəlcədən kəşf etmiş oluruq. Nəyin bizi yorduğunu bilsək, ona qarşı əvvəlcədən tədbir görərik. Beləliklə, refleksiya bizim qoruyucu zirhimizi formalaşdırır və möhkəmləndirir. Digər tərəfdən isə stresə davamlılıq, bayaq bəhs etdiyimiz o resilience amilləri və tənzimləmə metodları bir şərt, bir mühitdir. Nəyin mühitidir? Obyektiv refleksiyanın həyata keçməsi üçün lazım olan mühitdir. Çünki əgər müəllim kəskin stres altındadırsa, onun beyni daim xaosdadırsa, o heç vaxt öz fəaliyyətinə obyektiv baxa bilməz. Özünü yalnız mühakimə edər. Amma stresə davamlılıq beynimizi sakitləşdirərək, dumanı dağıdaraq bizi emosiyalardan uzaqlaşmağa, hadisələri tamamilə kənardan, kənar bir müşahidəçi kimi baxaraq obyektiv təhlil, refleksiya etməyə qadir edir. Gördüyünüz kimi, əziz əmkarlar, bunlar ayrı-ayrı, bir-birindən qopuq pedaqoji elementlər deyil. Bunlar bizi hərəkətə gətirən, peşəkarlığımızı təmin edən tək bir inkişaf mühərrikinin ayrılmaz, bir-birini tamamlayan iki nəhəng parçasıdır. Biri olanda, digəri də güclənir. Məşhur pedaqoq və filosof John Dewey bütün bu mürəkkəb prosesin, danışdığımız onlarla metodun təməl fəlsəfəsini cəmi bir cümlə ilə möhtəşəm şəkildə xülasə edib. O deyir, insan təkcə təcrübə vasitəsilə öyrənmir, o məhz təcrübə üzərində düşünmək, yəni refleksiya etmək sayəsində inkişaf edir. Yəni, sizin sinif otağında keçirdiyiniz 10 il, 20 il sadəcə xronoloji bir rəqəmdir. Əgər biz hər günümüzü eyni şəkildə edib üzərində düşünmürüksə, bu sadəcə təkrar təcrübədir. İnkişaf ancaq o zaman başlayır ki, biz ayaq saxlayıb o təcrübəni söküb yığırıq, təhlil edirik. Bəs biz Dewey'nin bu müdrikliyini, bütün bu elmi yanaşmaları fərdi səviyyədə, gündəlik iş həyatımızda necə qalıcı bir vərdişə çevirə bilərik? Mənbələrimiz bizə iki kiçik, amma fundamental addım təklif edir. Birinci addım, Gibbs modeli ilə qısa da olsa gündəlik refleksiv qeydlər aparmaq. Özünüz üçün xüsusi bir dəftər ayırın və hər günün sonunda baş verən ən maraqlı yaxud ən çətin bir hadisəni o
o 6 addım əsasında təsvir, hiss, təhlil, nəticə, yazın. Yazmaq beynin ən ali analiz formasıdır. İkinci addım. Gün ərzində rəqəmsal cihazlardan, telefondan uzaqlaşıb sadəcə nəfəs aldığınız, bədəninizi dinlədiyiniz və zehni ekosisteminizin bərpasına xidmət edən qısa 5 dəqiqəlik mikrofasilələr yaratmaq. Bu 2 addım sizin emosional xilaskarınız olacaq. Hörmətli və əziz müəllimlər, bu dərin və geniş təhlilimizin, daxili dünyamıza etdiyimiz bu uzun səyahətin sonuna yaxınlaşarkən mən sizi çox sadə, amma bir o qədər də düşündürücü sualla baş-başa buraxmaq istəyirəm. Diqqətlə düşünün. Sizin ən böyük pedaqoji gücünüz nədir? Bizi mütəxəssis edən bitirdiyimiz universitetlər, əldə etdiyimiz sertifikatlar ola bilər. Amma sinif otağında, o uşaqların dünyasında əsl fərqi yaradan sizin istifadə etdiyiniz əyani vəsaitlər deyil. Əsl fərqi yaradan sizin daxili dürüstlüyünüz, öz səhvlərinizlə, qorxularınızla üzləşmək cəsarətiniz və ən böhranlı anlarda belə öz emosiyalarınızı idarə edə bilmək gücünüzdür. Bütün öyrəndiyimiz nəzəriyyələr, refleksiya modelləri, stop metodları, bunlar sadəcə alətlərdir. O alətlərə can verən isə sizsiniz. Məktəbə qədər təhsil kimi gərgin, eyni zamanda da misilsiz dərəcədə əhəmiyyətli bir sahədə göstərdiyiniz bu böyük, fədakar və sevgi dolu əməyə görə hər birinizə dərin təşəkkürümü bildirirəm. Mən sidqürəklə inanıram ki, bugün öyrəndiyimiz bu daxili ekosistem alətləri, bu qoruyucu zirehlər sizi peşəkar tükənmədən həmişə qoruyacaq və hər sabah o qapıdan içəri daxil olanda sizə yeni bir güc verəcək. Hər zaman özünüzə, öz daxili dünyanıza və peşənizə ən yüksək səviyyədə qayğı ilə yanaşmağı heç vaxt unutmayın. Uğurlar!